değişən, dünya şöhrətli, güləş üzrə dünya çempionu İmam Əli Həbibi barəsində bir gözəl xatirəni bu məclisdə danışmaq istəyirəm. Qısa, çünki bilirəm, hamısı maraqlı olar, məxsusən də azizini maraqlı olar. Özünün şəxsi, bilirsiniz, Mazandaran pələngi kimi tanınan bir şəxsiyyətidir. Çox gözəl bir sözdür. İndi mən bu məclisə istəyirəm, bu həm onun ruhu şad olsun, təzə dünyasını dəyişir. Elə onun 40 təqvim təzə çıxır, 93 yaşında dünyasını dəyişir. Amma onun bütün idealı Həzrəti Əli əleyhissalam və deyil bir gecə mən İmam Əli əleyhissalamı gördüm, Həzrəti gördüm. Bunu danışıb Hacı Sultan üçün danışıb. Yəqin hiç tanıyorsunuz, kendimizin axınımız ondan axındır. Bəli, bildim, Hacı. Deməli, maraqlı bir şeydir. Bir şey, mən Həzrəti gördüm. Üzünü seçə bilmirəm, nur içindədir. Mən də uşaqlardan ona aşiqiyəm. Ağlayaraq gördüm ki, ağa, mən həyatımda müvəffəqiyyət əldə etmək istəyirəm. Mənə söylədi ki, İmam Əli, 3 şeyi sənə tövsiyə edirəm. Bu 3 şeyi heç vəqiyyətdən çıxartma. 1. Allah'ı heç vəqiyyətdən çıxartma. 2. Daimə dəstəmazlı ol. 3. Çətinliyə düşəndə bizi çağır. Deyir, mən bunları yadımda saxladım. Bir gün beynəlxalq turnirdə özümdən də çəkidə artıq bir nəfərlə üz-üzə gəlmişəm. Güz verirəm ki, indi fənd işlədim, görəm, bacara bilmirəm. Birdən bir o söz yadıma düşdü. Çətinə düşəndə Nadi Əli səslə. Bütün vücudumla bağıraraq nəhərə çəkər, ya Əli dedim və onun belinə vurdum. Bütün jurnalistlər yaxınlaşdılar, mənə dedilər ki, bax sən müsəlmansan, niyə Allah deməli ya Əli dedim. Dedim, mən bir cümlə dedim. O cümləni sonra bir müddət Amerikada yarış davam etdiyi zamanda divarlara vurmuşlar. Biz Allah'ı Əli'nin kanalı ilə tanıyırıq. Allah Teala bizi Əli və Uladı Əli'dən ayrı satmasın. Allah